Güneş bürcü Boğa ve yükselen bürcü Boğa olanlar her biriniz bu videoma hoş geldiniz. Bugünkü bu videomda sizlere 18 yanvar tarihinde 28 derece Oğlak bürcünde gerçekleşecek yeni ayın size necə təsir edeceğini ve karşımızdaki günler ərzində yeni ayın təsiriyle neler yaşayabiləcəklərinizə dair astroloji öngörülərimi sizlere təqdim edirəm. İlk önce onu demək istəyirəm ki, 18 yanvar tarihinde həftənin bazar gününde 28 derece Oğlak bürcünde gerçekleşecek yeni ayın təsiri nəticəsilə qarşımızdakı 2 həftə və 3 həftə müddət ərzində, yəni 13 fevral və 14 fevral tarixinə qədər yeni ayın təsiri ilə yaşayacağınız üçün Güneş bürcü Boğa və yüksələn bürcü Boğa olanlar 18 yanvar tarixindən başlayaraq mövcud sevgi münasibətinizdə duygusal olarak azadlıq ehtiyacınız arta bilər. Sevgi münasibətinizdə və ikili münasibətlərinizdə spontane və sürpriz hadisələr yaşaya bilərsiniz. Gözlənilmeyen yaxınlaşmalar həyatınızda yaşanıla bilər. Eyni zamanda iş həyatınızda yeni fikirlər, yaradıcı həllər ve gözlənilmeyen fürsətlər qarşınıza gələ bilər. Dəyərləndirməyə çalışın. Xarici ölkələrlə əlaqəli bağlantılar, akademik təhsil və ya qatılacağınız seminarlar sizə iş həyatınızda fayda gətirə bilər və bir tərəfdən də vizyonunuzu genişlədəcək addımlar ata bilərsiniz. Bir kursa başlaya bilərsiniz, bir kursa qeydiyyatdan keçə bilərsiniz. Xarici ölkə ilə əlaqəli planlar edə bilərsiniz. Xarici ölkəyə səyahət etmək planı edə bilərsiniz. Viza müraciətlərinə başlaya bilərsiniz və eyni zamanda fəlsəfi bir mövzuda araşdırma edə bilərsiniz və bir tərəfdən də xarici ölkədən sizə yeni iş fürsətləri gələ bilər. Dəyərləndirməyə çalışın. Yeni akademik layihələrə başlaya bilərsiniz. Xəyallarınız üçün çox cəsur addımlar atacaqsınız qarşımızdakı günlər ərzində. Uzun müddətli bir təhsil proqramına başlaya bilərsiniz. Bir sertifikat proqramına başlaya bilərsiniz və bir tərəfdən də xarici dil öyrənmə istəyiniz arta bilər. Xarici dil kursuna qeydiyyatdan keçə bilərsiniz. Eyni zamanda məhkəmə, hüquq və rəsmi sənədlərlə əlaqəli yeni addımlar ata bilərsiniz. Məhkəmə işiniz varsa, məhkəmə işinizə belə deyim də hərəkət verici addımlar ata bilərsiniz. Eyni zamanda akademik təhsil, səyahət və spiritual araşdırmalar vasitəsilə həyat perspektiviniz dəyişə bilər və Oğlaq bürcündə 18 yanvar tarixində gerçəkləşəcək yeni ayın təsiri nəticəsilə müqavilələr, rəsmi müraciətlər və hüquqla əlaqəli işləriniz varsa yeni addımlar ata bilərsiniz. Biraz ünsiyyətdə acı dil ola bilərsiniz, aqressiv davrana bilərsiniz. Diqqətli olmağa çalışın. Ona görə də sözlərinizi seçərək ifadə edin. Və bir tərəfdən də maliyyə mövzularında isə gözlənilməyən anda bir maliyyə gəliri, gözləmədiyiniz anda bir maliyyə dəstəyi, maliyyə bonusu, maliyyə qazancı gündəminizdə yer ala bilər. Ailə və yaxın çevrənizdəki insanlardan gözləmədiyiniz anda dəstəklər ala bilərsiniz və yaxud da sürprizlərlə qarşılaşa bilərsiniz. Uzaq məsafədə yaşayan, xarici ölkə vətəndaşı olan, fərqli mədəniyyətdən olan yeni insanlarla tanışa bilərsiniz və həmin insanlarla olan ünsiyyətiniz arta bilər. Təhsil və ya xarici ölkələrlə əlaqəli fürsətlər, belə deyim də, bu mövzularda sizə daha çox maliyyə investisiyaları lazım ola bilər. Maliyyə mövzularında düşünmədən hərəkət etməməyə çalışın və bir tərəfdən də ailə və ya çevrəniz vasitəsilə uzaq yollar, təhsil və fikir alışverişi mövzusu üzərindən dəstəklər ala bilərsiniz. Xarici ölkə şirkətləri ilə və yaxud da beynəlxalq layihələrlə əlaqəli fürsətlər açığa çıxa bilər. Və bir tərəfdən də akademik və yaxud da daxil olacağınız fərqli mədəniyyətə sahib olan ortamdan yeni biriləri ilə tanış ola bilərsiniz. Aşk və ya yaxın ilişkilərdə ilerleme yaşayabilirsiniz.